Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin milli valyutası olan rublu dəyərdən daha da salıb. Bir müddətdir ki, ucuzlaşmağa başlayan rubl dəyərini biraz da itirib və bugün 1 dollar 39 rubl 66 qəpik olub. Avro isə 50 rubldan da yuxarı qalxıb və psixoloji hədli keçib. Qonşu ölkədə baş verən bu proseslər isə Azərbaycana da təsirsiz ötüşmür. Ekspertlər bu təsirin bir neçə istiqamətdə güclü olduğunu deyirlər. Rusiyada rublun ucuzlaşması ilə eyni zamanda Azərbaycanda da Rus valyutası dəyərini itirməyə başlayıb. Mərkəzi Bankın bugün olan məzənnəsinə əsasən bir Rus rublu 2 qəpikdən də aşağı düşüb və 1,9 qəpik təşkil edir. Mütəxəssislərin proqnozlarına görə Rusiyaya qarşı sanksiyalar davam etdiyindən enmə prosesi də davam olacaq. Bu isə ölkəmizə təsir göstərəcək. İlk növbədə Rusiyada milli valyutanın dəyərdən düşməsinin ziyanını burada işləyən soydaşlarımız hiss edəcək. Söhbət ondan gedir ki, Rusiyada qazanan pullar təbii ki, rubuldan qazanılır və o Azərbaycana göndəriləndə və Azərbaycanda ödəniş vasitəsi manat olduğundan istənilən halda bu manata çevrilir. Və manata çevriləndə Rus rublu ucuzlaşdığına görə artıq o dəyərini itirir. Misal üçün 2014-cü ildə Rus rublu təxminən 17-18% ucuzlaşıbdır. Bu deməkdir ki, Rusiyada bizim vətəndaşların qazandıqları pul 18% yəni azalıbdır bu. Bundan başqa Azərbaycan Dövlət Neft Fondu aktivlərinin təxminən 500 milyon dollarlıq hissəsini Rus rublunda saxlayır ki, bu valyutanın dəyərdən düşməsi həmin aktivlərin də itki yaşaması deməkdir. Üstəlik Neft Fondu Rusiyanın məşhur VTB bankının səhmlərinə sahibdir. Bu bankın aktivləri də ucuzlaşmağa başlayıb. Bütün bu itkilərlə yanaşı Rusiyada baş verənlərdən Azərbaycanın qazancı da olacaq. Bu ilk növbədə şimal qonşumuzda kənd təsərrüfatı məhsullarına olan tələbatın artması, buna görə də Azərbaycan fermerlərinə ixrac üçün imkanların yaradılmasıdır.